Salam dəyərli altıncılar. Görünməz adam mətni üzrə tapşırıqların izahına başlayaq. İlk tapşırığımıza nə deyir? İlk tapşırıqda deyir ki, məktəbdə bir gün mətni xatırlayın və nə üçün baş qəhrəman görünməz olmaq istəyir? Yəqin ki, ikinci sinifdə keçmişsiniz bu mətni və burada hər hansı bir şagird dərsə hazırlıqsız gəlib və istəyir ki, müəllim ondan dərsi soruşmasın. Ona görə də o görünməz olmaq istəyir. Sonra həm dükana gedir və burada sağ tərəfdə təsvir olunan şəkildə baxırsınız. Dükanda görsə dondurma götürür və dükançı onu görmür. Amma sonra başa düşür ki, bəs dondurmanı götürsəm belə dükançı məni görməz və belə deyək ki, bu oğurluq hesab oluna bilər və dondurmanı qaytarır yerinə və öz yoldaşları ilə ünsiyyət qura bilmir, çünki görünməzdir və ona görə də hər şey onun üçün maraqsız gəlir. Beləcə əvvəlki halına qayıtmaq istəyir. Ona görə də belə deyək, bu nə üçün görünməz olmaq istəyir bunu dedik. Yəni dərsdən yayınmaq üçün belə deyək, bir çox belə dərs danışmamaq, dərsə cavab verməkdən yayınmaqdan ötürü belə deyək. Bəs ümumiyyətlə görünməz olmağın mənfi və müsbət tərəfi nə ola bilər? Belə yanaşaq da. Əgər kimsə belə deyək ki, görünməz olmaq istəyirsə, biz konkret mətndən danışırıq. Verilən qısa mətndə kimsə görünməz olmaq istəyirsə, müəyyən belə deyək, çətin işlərdən, müəyyən işləri görməkdən yayınmaqdan ötürüdür. Yəni belə deyək, hardasa bir müsbət cəhət kimi götürülə bilər, amma insanlar arasında ünsiyyətdə ola bilmirsən, heç kimə danışmırsan, heç kimin diqqət mərkəzində olmursansa, bu mənfi cəhət kimi qeyd oluna bilər. Burada 5-ci sinifdə təbiət fənnindən siz belə bir bölmə keçmisiniz, işıq və görmə bölməsini və hansı şəkildə deyir ki, pəncərədən mənzərə daha yaxşı görünə bilər. Və əlbəttə ki, siz cisimlərin şəffaf, yarımşəffaf və qeyri-şəffaf olmaq xüsusiyyətlərini bilirsiniz. Birinci şəkildə görürsünüz ki, pəncərədən mənzərə daha aydın görünür və səbəb də odur ki, şüşə şəffaf cisimdir və işığı keçirir. Biz də pəncərədən mənzərəni aydın görə bilirik. İkinci şəkildə isə pərdə var, yəni tül var. Ona görə də bu yarımşəffaf olur pəncərə və biz də işığı qismən görə bilirik. Yəni pəncərədən işıq qismən keçir və bu mənzərəni biz bulanıq görə bilərik. Üçüncü şəkildə isə pərdə qalındır, yəni qeyri-şəffaf bir görüntü var, ona görə də işığı keçirmir. Biz isə mənzərəni görə bilmirik. Daha aydın görünən birincisi ola bilər. Görünməz adam əsərinin annotasiyası var. Annotasiya nədir? Hər hansı bir şəxs haqqında nə olur? Hadisə haqqında, hadisənin tarixi haqqında qısa bir əsas giriş başlığı nədir? Annotasiyadır və bunu oxuyacaqsınız və burada deyir ki, annotasiya sizdə əsərə maraq yaratdımı? Bu əsəri oxumaq istəyərdinizmi? Siz müəyyən qənaata gələ bilərsiniz və əsərin sonluğu haqqında niyə məlumat verilməyib? İndən məlumat verilsə, siz üçün maraqsız olar axı, düzdür? Yəni özü oxuyub sonluğu müşahidə etsəniz daha yaxşı olar. Və görünməz adam mətnini oxuyacaqsınız, məzmunla tanış olacaqsınız. Burada tapşırıqlara diqqət eləsək, deyir sözlərin izahını oxuyun. İzahlara və mətnə əsasən Griffinin albinos olmasının üstünlüyü. Albinos nədir? İnsan və heyvanın dərisində, tükündə, gözündə normal pigment yoxdur. Yəni bütün bunlar ağ rəngdə olmasıdır. Və pigment nədir? Orqanizmdə dəri və toxumalara rəng verən maddədir. Yəni bu yoxdursa artıq nə yaranır? Albinos xəstəliyi yaranır. Fikir verirsiniz. Və aşağıdakı izahın hansı sözə aid olduğunu biz demək müəyyənləşdirək. Bu bizim tapşırığımızdır. Düzdürmü? Və bir dənə bu tapşırığa qayıdaq. Tələsdik balaca. Deyir, Griffinin albinos olmasının üstünlüyü nə idi? D tapşırığına bir dənə baxaq. Tələsməyək. Demək, biz diqqət ediriksə, mətndə bizə təqdim olunur ki, Griffinin pişik üzərində təcrübə aparılır. Griffin pişik üzərində təcrübə aparır və pişiyi tam görünməz edə bilmir. Pişiyin gözündəki pigment ləğv olunmayıb. Bu vaxt onun yadına düşür ki, bəs o da albinosdur. Yəni təcrübə apardığı pişikdən fərqli olaraq onun dərisində, tükündə, gözündə normal pigment yoxdur. Düşünür ki, pişik üzərində apardığı təcrübəni öz üzərinə təkrarlasa, tamamilə görünməz ola bilər. Tapşırığına diqqət yetiririk. Deyir ki, aşağıdakı izahın hansı sözə aid olduğunu biz müəyyənləşdirək. Həmin izahın köməyi ilə yarımşəffaf və qeyri-şəffaf sözlərini biz izah edək.
baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçilən bu hansı sözün əlbəttə izahı ola bilər? Bu yarımşəffaf sözünün izahını verə bilərik də. Tamamilə şəffaf olmayan, bir qədər şəffaf və işığı içindən keçirən, düzdürmü? Yəni belə deyək də, bu köməyi ilə daha doğrusu izahın hansı sözə aid olduğunu müəyyənləşdirək. Hə, demək bu birinci sözümüz hansı idi? Bir dənə tələsməyək. Birinci sözümüz hansı idi? Demək bu birinci şəffafa aid olar da. Şəkil təqdim olmuşdu axı bizə. Elə deyildimi? Bir dəqiqə. Hə. Və burada şəffaf sözünə aid olar da. Bu düzdür. Demək şəffaf sözünün izahını biz necə verə bilərik? Bir də qaydaq. Hə, o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçsən bu şəffaf olar. Yarım şəffaf və qeyri-şəffafın da biz biraz əvvəl izahlarını biz təqdim elədik. Bir dənə baxa bilərik. Yarım şəffaf odur ki, tamamilə şəffaf olmayan, bir qədər şəffaf da deyə bilərsiniz və işığı içindən qismən keçirən də deyə bilərsiniz. Bəs qeyri-şəffaf nədir? Yəni şəffaf olmayandır. Qeyri-şəffaf nədir? Şəffaf olmayan deməkdir. Düzdür. Şəffaflıqdan məhrum, işığı keçirə bilməyən də deyə bilərsiniz. Mətndən nə anladıq? Əlbəttə ki, siz mətnlə artıq tanışsınız. Griffin pişik üzərində təcrübəsini nə üçün uğursuz hesab eləyir? Çünki Griffin pişiyi tamamilə görünməz edə bilmədiyinə görə və bunu neynir? Uğursuz hesab eləyir. Onun bədənini görünməsə də gözləri görünürdü axı. Sonra F tapşırığına baxaq. Griffinin hansı arqumentləri, yəni arqumentlərdir, faktları inandırıcıdır. O, insanın görünməz olmasının mümkünlüyünü necə əsaslandırır? Bu bizim F tapşırığımızdır. F. Griffinin görünməzliyi, yəni belə deyək, elmi faktlarla əsaslandırılıb. Onun gətirdiyi arqumentlər, belə deyək, yəni fikir olaraq, nəzəri cəhətdən inandırıcıdır. O deyir ki, şəffaf cisimlər işıq keçirə bilir. Qırmızı qan, məsələn, kürəciklərindən, saçın tünd pigmentindən başqa insan orqanizminin böyük hissəsi şəffaf, rəngsiz toxumalardan ibarətdir. Və deyir ki, əgər qanı boyayan qırmızı maddəni də biz şəffaf və rəngsiz edə bilsək, insan onda deyir, görünməz ola bilər. Maraqlı faktdır. C tapşırığına baxırıq. Griffin elmi təcrübəsi ilə bağlı hansı səhvini etiraf elədi? Aha, bu səhvə gəlmiş olaq. Və hansı səhvini etiraf eləyə bilər? Mətnin sonunda, belə deyək, o Griffinin elmi təcrübəsi ilə bağlı öz səhvini etiraf eləməsi var. O, əks çevrilmə haqqında təcrübə aparmadan görünməzliyi öz üzərində tətbiq edib. Çalışsa da, yəni buna, amma görünməzlikdən xilas olub normal həyatına qayıda bilmirdi. İndi isə 2A tapşırığı ilə davam eləyək və nə deyir bizə? Deyir, mətnə aid çəkilmiş illüstrasiyaya əsasən, bu da illüstrasiya, Griffinin xarici görünüşünü təsvir eləyək. Bunun xarici görünüşünə baxaq, necə ola bilər? Məsələn, biz burada xarici görünüşünü, geyimini biz deyə bilərik də. Məsələn, onun orqanizmi görünməzdir. Aha, görə bilmirik. Təxmin edirik də bunu. İnsanlar arasına çıxmaq üçün hər tərəfi bağlı halda gəzməli idi. Onun geyinmək məcburiyyətində qalması dinləmə mətnində bizə belə deyək ki, aydınlaşacaq. Aydındır. Demək, biz xarici görünüşü necə verdik? Onun orqanizmi görünməzdir. İnsanlar arasına demək, insanlar arasına belə deyək ki, bayaq qeyd elədiyi faktdır. Çıxmaq üçün hər tərəfli bağlı halda gəzməli idi. Sonra davam edirik və nə üçün görünməz adam sarıqlı və eynəkli idi? Bunun səbəbini dedik də, bunu qeyd edirik. B tapşırığına baxaq. Deyir ki, bir dənə bu görünməz adamda yuxarıda mətnin özündə illüstrasiya çəkilmişdir, ona bir diqqət eləyək. Bax burada, bunu deyir də, düzdür və xarici görünüşü, bu illüstrasiyanı demək istəyir. Buna əsasən siz onun xarici görünüşünü nə edə bilərsiniz? Təsvir edə bilərsiniz. Keçirik neçənci tapşırığa.
B tapşırığına. Deyir, Kemp Griffinin fikirlərini təsdiq etmək üçün hansı xüsusiyyətinə görə meduzanı xatırladır? Aha, indi müqayisəni indi aparmalıyıq biz. Bu tapşırıq, bu illüstrasiya bu tapşırığa aid olmalıdır. Demək, Kemp Griffinin fikirlərini təsdiq eləmək üçün meduzanı xatırladır. Məsələn, meduzanı xatırlatma səbəbi nə ola bilər? Yəni, bizə məlum ola bilər ki, məsələn, meduzanın bədəninin 96% sudur. Buna görə də onun bədəni şəffafdır. Və şəffaf bədəndə isə qidanın necə hərəkət etdiyini belə görmək olar. Elədirmi? Yəni, bir fakt da burada var ki, bizlərin, insan beyninin bir 75, sonra nə bilim, qanın 92, sonra nə bilim, əzələnin 75, sümüyün də 22% sudur. Yəni, Griffin və Kempin bu məqamı xatırlatması görünməzliyin mümkünlüyünü sanki belə deyək də, nəzəri cəhətdən bizə inandırıcı eləyir. Baxın, nə qədər su deyir, məsələn, insan bədəninin 75%, nə bilim, qanın 92%, əzələnin 75%, sümüyün 22% sudur. Demək, bu nəzəri cəhətdən demək istəyir ki, bu mümkündür də, yəni aydındır, görünməzliyin mümkünlüyünü bizə sanki isbat eləmiş olur. Və indi bizə nə deyir? Hansı xüsusiyyətinə görə meduzanı xatırladır? Və buradan bir nəticəyə gələ bilərik biz. Meduzanın bədəninin 96% sudur. Bu xüsusiyyətini götürə bilərsiniz. Sonra bayaq bir dənə başqa fakt oxuduq. Meduzanın bəzi növlərinin bədəni şəffafdır. Onun bədənində qidanı necə hərəkət eləməyini görmək olar. Əslində bunlardan danışıldığına görə biz bunları götürə bilərik. Digər ikisini isə yox. Davam edək. Görünməz adam haqqında hansı qənaətə, hansı fikrə gəlmək olmaz? 3 dənə bizə fikir təqdim olunub. Yəqin ki, bu qənaətə gələ bilərik ki, yəni insanlar arasında yalnız çılpaq gəzdikdə görünməz olur. Qida qəbulu insanlar onu görə bilir. Amma bu qənaətə gələ bilmək, görünməz adamın əlindəki əşyalar da görünməz olur. Bu qənaətə gələ bilmərik. Anotasiyada verilmiş məlumatlara və Griffinin taleyini biz müzakirə edək və insanlar üçün görünməz olmağının mənfi və müsbət cəhətləri. Bayaq da bir toxunduq müsbət mənfiyə. Yəni siz mətnində artıq Griffin taleyini bilirsiniz. Başına gələnlər falan var orada. Ona müzakirə eləmək olar. Yəni o müəyyən nəticəyə də gəlmək olar. İnsan üçün görünməz olmağın müsbət və mənfi cəhətləri barədə siz öz fikirlərinizi deyə bilərsiniz. Bayaq biz məsələn fərdi olaraq 2-ci sinifdə görünməz adam mətninin qəhrəmanından qısa danışdıq ki, o müsbət cəhətləri nə idi, onun üçün mənfi cəhəti nə idi və bu obrazla bağlı siz belə deyək, müsbət və mənfi cəhətləri nə ola bilər, müəyyən nəticəyə gələ bilərsiniz. Yəni burada hər şey müəyyən belə deyək də açıq demək biraz, yəni istəyərdik ki, siz özünüz də düşünəsiniz, özünüz də müəyyən nəticəyə gələsiniz, yəni hazır cavab olmasın. Dinləmə mətni var burada, bizim onu dinləyək. Və siz mətni dinlədikcə bu suallara cavabda axtarmaq lazımdır. Görək işləyirmi mikrofonu? Dinləmə mətni bir dəqiqə. Dinləmə mətni. 13-cü dinləmə mətni. Griffinin etirafları. Görünməz adam yaşadığı uğursuzluqları xatırlayaraq sözünə davam etdi. Evim yanıb kül oldu. Onda nə sığınacaq bir yerim, nə də paltarım vardı. Mən heç bir şey yemirdim. Çünki qarnımı şəffaf olmayan maddələrlə doldurmaq eybəcər bir halda gözə görünmək deməkdir. Qar yağan zaman küçəyə çıxa bilmirdim. Çünki qar dənəcikləri bədənimə yapışıb məni ələ verirdi. Yağış da mənim varlığımı bildirirdi. Çünki məni su konturu ilə çəkərək insan bədənini xatırladan böyük bir qovğa çevirirdi.
Mən mütləq özümə paltar tapmalıydım. Paltara bürünüb görünməzliyimi gizlətməliydim. Mən teatr kostyumları satılan mağaza tapdım. Qapı açıqdı. İçəri girən kimi qapıdan asılmış zəngin səsinə satıcı gəldi. Amma kimsənin olmadığını görüb acıqlı halda ayağı ilə qapını örtdü. Vaxt itirmədən paltar axtarmağa başladım. Amma dükan sahibi duyuq düşmüşdü. Bu dəfə gələndə əlində tapanca gördüm. O diqqətlə otağa nəzər saldı. Qapını örtüb arxadan açarla bağladı. Mən bir müddət bağlı otaqda qaldım. Otaqdan çıxmağın yolunu axtarırdım. Yenidən dükan sahibi otağa daxil olanda fürsətdən istifadə edib arxadan onun başına bir zərbə endirdim. Başına vurdunuz? Deyə Kemp səsləndi. Bağışlayın, axı bu insanlıqdan uzaq hərəkətdir. İnsanlıq, mərhəmət, bütün bunlar adi adamlar üçündür. Başa düşün, Kemp, mən necə olursa olsun, buradan geyimdə çıxmalıydım. Həm də bu adam məni görməməliydi. Bunu etmək üçün mən başqa üsul tapa bilmədim. Siz mənə elə baxırsınız ki, güya mən cinayət etmişəm, əziz Kemp. Axı onun tapancası vardı. O məni görsəydi. Hər halda, Kemp dedi. Axı bu adam öz dükanındaydı. Siz onu qarət etmişsiniz. Qarət? Allah eləməsin. Hələ bəlkə məni oğru adlandırırsınız. Kemp, siz axı o qədər axmaq deyilsiniz. Məgər siz mənim vəziyyətimi başa düşmürsünüz? Kemp mızıldandı. Başa düşürəm. Amma bəs o qocanın vəziyyəti? Görünməz adam yerindən sıçrayıb soruşdu. Nə demək istəyirsiniz? Kempin üzündə ciddi bir ifadə göründü. Nəsə demək istədi, lakin özünü saxladı. Bir yana baxanda başa düşürəm ki, başqa çarəniz yoxdur. Ancaq yenə də nəhayət mən geyim və pul götürüb otaqları bir-bir diqqətlə gözdən keçirməyə başladım. Görünür, qoca bu evdə tək yaşayırmış. Əvvəlcə mənə lazım ola biləcək şeylərin hamısını kostyumlar olan otağa yığdım. Nəhayət, seçdiyim paltarları geydim. İnsan sifətindən o qədər də fərqlənməyən bir maska, tünd gözlük və parik seçdim. Ağ yun şərflə büründüm. Kassadakı pulları götürüb küçəyə çıxdım. Görünüşüm heç kəsin diqqətini cəlb etmirdi. Beləliklə, mən əsas maneəmi dəf etdim. Və burada D tapşırığında deyir ki, bəs bir səni dinləyin və suallara cavab verin. Bu suallara da özünüz cavab verin. Yəni görünməz adam hansı hallarda görünüb, hansı formada görünüb, görünməz adam teatr kostyumları satılan dükana nə üçün gəlib? Yəni hazır cavabları biz deməyək. Bunları özünüz axtarın. Yəni daha doğrusu dinləmə mətnini dinləmisiniz və cavabları özünüz çıxardın dinləmə mətnindən. Özünüz hazırlayın. Bir də Griffinin görünməz olduğu üçün bir çox situasiyalarda cinayət işlətmək məcburiyyətində qalır. Bəs onun fikirlərinə sizin münasibətiniz necədir? Burada münasibət bildirəcəksiniz. D tapşırığından sonra nə gəlir? Demək, artıq dil qaydası gəlir. Təyin. Təyin nəyə deyilir? Siz artıq ikinci dərəcəli üzvlərdən belə deyək ki, tamamlığı keçmişsiniz və indi də təyini keçirsiniz. Bu təyini sadə dildə başa düşmək üçün daha yaxşı olur. Təyin nədir?
aid olduğu sözdən əvvəl gəlir və onu izah edir. Yəni, aid olduğu sözdən əvvəl gəlib, onu izah edən cümlə üzvünə təyin deyilir. Və təyinin suallarına baxın, sifətin sualları, sonra sayın sualları. Demək, bu nəticəyə gəlmək olar ki, təyin əsasən ən çox da sifət və belə deyək, ən çox daha doğrusu sifətlə və sayla ifadə olunur. Amma yalnız bu nitq hissələrlə yox, digər sözlərlə, digər nitq hissələri ilə və söz birləşmələri ilə də ifadə oluna bilər. Məsələn, sadə bir nümunə yazaq. Yazıram ki, bağdakı adam məsələn, dostumdur. Aha. Kim? Adam. Mübtəda. Bax, sual veririk. Hansı adam? Görürsünüz, sifətin sualına cavab verdi. Sifətin sualına cavab verən söz nə olur? Təyin vəzifəsində çıxış eləmiş olur. Həm də bağdakı sözü özdə sifətdir. Yaxud, məsələn, yaza bilərəm. Dəmir qapı möhkəmdir. Möhkəmdir. Nə qapı? Necə qapı? Hansı qapı? Və burada fikir verirsiniz. Təyin vəzifəsində çıxış edən söz özündən sonraki sözü izah edir. Bax, burada da bir bağdakı sözü özündən sonraki sözü nə edir? İzah edir. Demək, təyinin işi nədir? Özündən sonra gələn sözü və ya söz birləşməsini izah edir. İzah eləsin. Burada təyin, məsələn, görürsünüz, isimlə ifadə olunub. Digər nümunədə sifətlə ifadə olunub. Məsələn, yaza bilərik də. Birinci mərtəbə, məsələn, qaranlıqdır. Hara mərtəbə? Neçənci mərtəbə? Birinci. Görürsünüz, bu özündən sonraki sözü nə edir? İzah eləmiş oldu. Bir növ belə aydınlıq gətirdi ona. Burada sayla ifadə olundu təyin. Zərflə də verə bilərik. Yuxarı kənd. Yuxarı kənd, məsələn, soyuqdur. Hara kənd? Hansı kənd? Yuxarı. Burada da təyin vəzifəsinə çıxış edən söz zərfdir. Yəni, təyin zərflə ifadə olunub. Demək, yadda saxladıq ki, təyin ən çox hansı nitq hissələrlə ifadə oluna bilər? Ən çox demək, sifətlə, sayla. Əsasən, çox zaman. Amma həmişə yox. Sifətin və sayın suallarını yadda saxlayırsınız. Təyin və bu suallara cavab verən sözlər təyin kimi çıxış edir. Təyinin qrafik işarəsi də dalğalı xətdir. Mübtədanın qrafik işarəsi düz xət. Xəbərin qrafik işarəsi 2 xət. Tamamlıqda qırıq xət. Növbəti dərsdə keçəcəksiniz. Zərflikdə isə dalğalı və düz xətdir. Aha, bunlar tərifdə belə veriblər. İkinci dərəcəli cümlə üzvlərindən biri də təyindir. Təyin cümlədə isim və isimləşmiş sözlərlə ifadə olunan üzvləri ifadə edir. Cümləni bilən dirabadı veriblər, amma yəni biraz çətin də olsa başa düşməliyik bunu uşaqlar. Deyir ki, isim və isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir. Məsələn, burada isimdir. Təyin nə edir? Bu ismi izah edir. Təyin nə edir? Bu ismi izah edir. Fikir verirsiniz. Məsələn, bir dənə belə nümunə yaza bilərəm. Yaşlı qoca, məsələn, əyləşdi. Kim əyləşdi? Qoca. Hansı qoca? Yaşlı. Burada qoca əslində sifətdir də, nitq hissəsi kimi sifətdir. Amma burada nə olub? İsimləşib. Yəni, ismin sualına cavab verib. Ona görə bu təyin nə edir? İsimləşmiş sözü izah eləmiş oldu. Məsələn, burada bir nümunə verib. Təyin sifətlə ifadə olunub. Maraqlı idi. Nə? Konsert. Hansı konsert? Axşamki. Təyin burada sifətlə ifadə olunub. Müraciət etdik haralara? Təşkilatlara. Hansı təşkilatlara? Yuxarı. Zərflə ifadə olunub. Götürdüm. Nəyi götürmüsən? Suyu. Nə qədər suyu? Xeyli. Sayla ifadə olunub. Nə qədər? Sonra fe'li sifətlə. Maraqlıdır. Nə? Hansı kitab? Oxuduğum. Fe'li sifətlə ifadə olunub. Saatı hədiyyə eləmişsən. Hansı saatı? Qızıl. Burada isimlə ifadə olunub. Nə iş? Necə iş? Belə iş. Əvəzliklə ifadə olunub.
Məsələn, Sənubər mənim rəfiqəmdir. Kim Sənubər? Sənubər çox ola bilər. Hansı Sənubər? Olimpiyadanın qalibi. Burada söz birləşməsi ilə ifadə olundu. Yuxarıda yoxdur təyinat sualları. Bir baxaq deyəsən var. Deyir, cümlələrdə altından xətt çəkilmiş sözlər hansı suala cavab verir? Həmin sözlərin cümlədəki rolunu, vəzifəsini izah edək. Griffin, bütün qəzetlər sizin sərgüzəştlərinizdən neyniyir? Sərgüzəştlərinizdən yazır. Burada silək də görmək olmur. Deyir ki, Griffin, bütün qəzetlər sizin sərgüzəştlərdən yazır. Aha, baxaq bir dənə buna. Demək, nə edir? Niyə belə oldu? Bir dəqiqə. Nə edir? Yazır. Nə yazır? Qəzetlər. Hansı qəzetlər? Bütün. Və bütün sözü orada görürsünüz, təyin rolunda çıxış eləyib. Çünki özündən sonra gələn ismi izah eləyib. Rolu nədir? Bu söz əslində nitq səsi olaraq bütün əvəzlikdir. Yəni, hər, öz, bütün filan. Bu söz əvəzlikdir. Amma cümlədəki vəzifəsi, rolu nədir? Təyin vəzifəsinə çıxış eləməkdir. Deyir, hamı deyirdi ki, şəhərdə görünməz adam var. Kim? Adam. Necə adam? Görünməz adam. Bu görünməz sözü burada nitq səsi kimi sifətdir, amma cümlədə təyin rolunda çıxış eləmiş oldu. Cümlələrdə təyin deyir ki, təyini seçək. Qardaşıma dəri gödəkçə aldım. Nə almısan gödəkçə? Necə gödəkçə? Dəri. Bu təyinin sualına cavab verdi də, bu dəri sözü düzdür. Təyin kimi çıxış eləyib. Amma bəs nitq səsi kimi dəri nədir? Dərini biz görə bilirik də əşyadır. Demək, isimdir. Uşaqlar ac sərçələrə yem verirdilər. Nəyə sərçəyə? Hansı sərçə? Necə sərçə ac? Təyinin sualına cavab verdi. Ac sözü də sifətdir. Tədbirdə milli rəqslər təqdim olunacaq. Necə rəqslər? Milli. Milli sözü təyindir və amma nitq səsi kimi sifətdir. Yəni, sifət təyinin yerində işlənib. Burada yazıb ifadə vasitəsini müəyyənləşdirir. Yəni, təyinin yerində çıxış edən söz, təyin olan söz hansı nitq səsidir? Beşikdə yatan körpə. Körpə, necə körpə? Necə körpə? Hansı körpə? Yatan. Bu da feildir də və ya feili sifətdir. Feil də deyə bilərsiniz. Bu tədbirdə tanınmış yazıçılar iştirak edəcəklər. Hansı yazıçılar tanınmış? Bu da feildir və ya feili sifətlə ifadə olunur. Birdən səmanı qara buludlar örtdü. Necə buludlar? Qara. Qara sözü burada təyin kimi çıxış edib, amma nitq səsi kimi sifətdir. Yəni, təyinin ifadə vasitəsi olan söz sifətdir. Təyin söz birləşməsidir. Deyir, çətin vəziyyətə düşdük. Nə etdik? Çətin vəziyyətə düşürük. Nə vaxt? Kürçəyə daşandı. Burada yoxdur. Kəndimiz uca dağların əhatəsində yerləşir. Kəndimiz yerləşir. Harada? Dağların əhatəsində. Hansı dağların uca? Təyin sözlə ifadə olunur. Bizə deyir, söz birləşməsi. Söz birləşməsində ən azı 2 müstəqil söz olmalıdır. Türkiyədə müalicə olunan dostum Bakıya qayıtdı. Qayıtdı haraya? Bakı. Kim dostum? Hansı dostum? Türkiyədə müalicə olunan. Burada təyin söz birləşməsi ifadə olunur. Arxeoloqlar qədim insan məskən tapıblar. Nə tapıblar? İnsan məskənlərini. Necə qədim? Burada sözlə ifadə olundu. Baxın növbəti tapşırığımıza. Cümlələrdə təyinləri tapaq, onlara aid xüsusiyyətləri cədvəlin uyğun xanasında yazaq. Burada nə verib? Çalışqan qabaqcı şagirdlərə verildi nə? Mükafatlar. Kimə? Şagirdlərə. Hansı şagirdlərə qabaqcı, hansı şagirdlərə çalışqan? Burada təyinlər və bunlardır. Hansı şagirdlər? Məsələn, çalışqanla qabaqcıl. Təyinlər və bu iki sözü yazdınız bura. Sualı, hansı sualını yaza bilərsiniz bura, məsələn, birincidə. İzah etdiyi cümlə özü şagirdlərə tamamlığı izah eləyir. Tamamlıq izah eləyir nəyi? Tamamlığı. İfadə vasitəsi. Çalışqan da, qabaqcıl da nədir? Sifətdir. Bişirdiyin tortu bütün uşaqlar bəyəndilər. Nəyi tortu? Kim bəyənir? Uşaqlar. Hansı uşaqlar? Bütün. Burada təyin bütün sözüdür. Elə deyilmi? Bir də təyin bişirdiyin sözüdür. Hansı bəyəndilər? Nəyi? Tortu bəyəndir. Hansı uşaqlar? Hansı tortu bişirdiyin. Burada birinci bütündən başlayaq. Bütün təyin rolunda çıxış edən sözdür. Yazdınız bura. Sonra təyin bütün sualı, bunun sualı hansıdır? Və ifadə var, izah etdiyi cümlə üzvü. Mübtədanı izah eləyir. Mübtəda yazdınız bura. Və bir də bütün hansı nitq hissəsi əvəzlikdir. Bişirdiyin nədir? Təyindir. Yazdınız.
və sualı hansı tortu bişirdiyin tortu. Yenə sualı hansıdır? Bəs tortu nədir? Tamamlıq. Tamamlığı izah eləyir. Nitq hissəsi kimi də fe'li sifət və ya feildir. Bugünkü qəzetlər. Nə qəzetlər? Hansı qəzetlər bugünkü? Bu və gün sözü birləşib bugünkü mürəkkəb sifətini yaradıb. Təyin rolunda çıxış edən söz bugünkü sözüdür. Sualı, iki şəkilçisi varsa hansı sual olacaq yenə və qəzetlər mübtədasını izah edir. Nitq hissəsi kimi sifətdir. Biz həmişə əsgərlərimizdən xoş xəbərləri gözləyirik. Nəyi xəbərləri? Necə xəbəri xoş? Necə xəbəri? Nə cür xəbəri? Təyin rolunda çıxış edən söz xoşdur. Yazdınız bura. Sualına necə də yaza bilərsiniz, nə cür də yaza bilərsiniz. İzah etdi. Xəbərləri, tamamlığı izah eləyir. Xəbərləri, şəkilçini bərpa eləmək, tamamlıq və nitq hissəsi kimi də yenə sifətdir. Ustalar birinci avtomobili dünən təmir ediblər. Nəyi avtomobili, hansı avtomobili, neçənci avtomobili birinci? Burada təyin rolundakı söz birincidir. Sualı neçənci ola bilər və izah etdiyi cümlə özü tamamlıqdır. Nitq hissəsi kimi də saydır. Yəqin ki, tapşırıqlarımız bitdi.